Şamaxı şəhərində yerləşən Medsan klinikasında fərqindəlik layihəsi çərçivəsində erkən müayinə can qurtarır adlı tibbi aksiya təşkil olunub. Tədbir Paşa Holding Səhiyyə Nazirliyi, Şamaxı şəhər İcra Hakimiyyəti və All Medical şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiyanın əsas məqsədi bölgə əhalisinin ilkin tibbi müayinələrə çıxışını artırmaq, xəstəliklərin erkən aşkarlanmasına şərait yaratmaq və sağlam həyat tərzinin təşviqinə töhfə vermək olub. Gün ərzində yüzlərlə sakin endokrinologiya, terapiya və ümumi tibbi müayinələrdən keçib. İştirakçıların şəkəri və arterial təzyiqi ölçülüb, onlara fərdi tibbi məsləhətlər verilib, risk qrupuna daxil olan şəxslərə qlikometr cihazları hədiyyə olunub. Aksiya çərçivəsində şəkərli diabet xəstəliyinin erkən aşkar olunması və müvafiq tibbi nəzarətin təmin edilməsi əsas mövzu kimi ön plana çəkilib. Tibbi heyət vətəndaşlarla maarifləndirici söhbətlər apararaq onlara sağlam qidalanmanın, fiziki aktivliyin və profilaktik müayinələrin vacibliyi barədə ətraflı məlumat verib. 6 nəfər həkim heyətimizlə birlikdə Medsan klinikasında müayinələrimiz ödənişsiz olaraq həyata keçir və qeyd edeyim ki, erkən müayinə can qurtarır aksiyası artıq 7-ci rayondur, Şamaxıdayıq. Fərqindəlik layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində keçirilən bu kimi səyyar tibbi aksiyalar əhalinin sağlamlıq durumunda diqqətin artırılmasına və praktik tibbi xidmətlərə çıxışını asanlaşdırılmasına xidmət edir.